Mən bunu bir alimdən eşitmişəm bunu, danışmışam da neçə dəfə. Çox bunu zarafatca məzəli, amma çox ağıllı bir söz dedi. Titanika hamı baxıb, ən maraqlı filmdə axırda gəmi batır. Eşq falan, ülvülü falan deyir. Kəş o gəmi batandan sonra, batardı, bunlar sağ qalardı bu ikisi. Sonra evlənərdi, deyərlər film davam edir. Sonra yaşayırlar bunlar ikisi bir yerdə məsələn. Bu ona deyir ki, düş get qatıq al gətir. O deyir, get çörək al. O deyir, qoy yatım. Cəmaət kinoteatrdan yarımçıq çıxıb gedərdi. Reallığın özünü göstərsin əgər. Dünyanın problemlisi bir cürdür, problemsizi bir cürdür. Bəzilərinin problemə başı qarışır deyə dözür dünyaya. Problemdən başı açılanda baxır görür, başı qarışır dözür. İmam Səccad deyir, nə problemə başı qarışdır, nə asudəlik səni aram eləsin. Sən çıx yuxarıdan, bax dünyaya və ona könül bağlama. Ona könül bağlama. Allah eşqi ilə sən bu istiraba dözə bilərsən. Dünya adlı istiraba. Ancaq Allah eşqi ilə. Ailə quraq, bir dənə romantik duyğular filan. Bunu da keçmişdə danışmışam, bunu da alimdən eşitmişəm. Deyir, 2 nəfər gənc gəlmişdi, ayrılırdılar. Ayrılmırdılar, qız nəsə narazı idi oğlandan, oğlan şikayət eləmişdi mənə filan. Deyir, danışdırdım, gördüm qız çox ağıllı adamdır. Çox ağıllı qızdır. Danışdırdım ki, niyə bundan? Deyir ki, bu çox əldən ayaqdan gedir mənim üçün. Mən də xoşuma gəlmir bu hal. Çünki başa düşürəm adam istəyər falan, amma bunun düşündüyü qədər də belə bir nəsə fövqəladə bir şey yoxdur axı. Bu bugün çox emosionaldır, xəyal qatıb münasibətə, sabah emosiyaları yatanda əksin eləyəcək bu. Reallığı görəndə. Gör nə qədər müdrik qızdır, qadındır ki, çünki çoxları o 2 dənə sözə allanır da, o mesajlara falana, o sevgi etiraflarına. Mən demirəm, heç sönük olsun, amma hər şeyi olduğu kimi dəyərləndirəsən. Olduğundan çox şişirdəndə reallıqla sonra uzlaşmır, hər şey dəyər bir-birinə. Dünya zatən yorucudur, cəzb edici deyil, zatən belədir. Nə qədər toyuq yeyərlər məsələn. Yaxşı toyuqdan bezdiyin nə seçimin var? İnək əti, qoyun əti, balıq əti. Çox üzr istəyirəm, mən biraz açıq, sadə istəyirəm bu gün danışım, sözümü də çox uzatmayacağım. Yəni, çox da qəliz cümlələrdən istifadə eləmirəm ki, doğrudan da bu həqiqətləri insanlara elə İmam Səccadın hədis əsasında çatdıraq.